Əziz izləyicilər, gəlin sizlərlə bugün vektor və koordinatlar metoduna aid belə bir sualın izahına baxaq. Sualımızda deyir ki, A və B nöqtələri verilib. Əvvəla gəlin A və B nöqtələrin koordinat oxları üzərində qeyd etməyə bacaraq. Deməli, A və B nöqtələrinin, baxın, A nöqtəmizin koordinatı 3 ilə 5-dir. 3, 5. Bu A nöqtəsinin koordinatı olsun. Bir də B nöqtəsi var. Koordinatları 11 ilə 10 olsun. Bu da olsun bizim B nöqtəmiz. Aha. İndi deyir ki, absis oxu üzərində elə bir CX0 nöqtəsi var ki, AC və CB cəmi ən kiçik olsun. İndi baxın, tutaq ki, bu nöqtə buradadır. Ümumiyyətlə, bu məsafənin AC məsafəsindən CB məsafəsi elə bir iki vektorun toplanması kimi təsəvvür edin. AC ilə CB AB vektorunun cəminə bərabərdir. Amma bu ümumi AC və CB məsafəsinin ən kiçik halı o zaman baş verər ki, A, C və B nöqtələri bir düz xətt üzərində yerləşsin. Lakin hal-hazırda bir düz xətt üzərində yerləşmirlər. Çünki bir absis oxu üzərindədir. Onda gəlin, bax, belə eləyək. Bunun simmetrik nöqtəsini götürək, A nöqtəsinin. Hansı ki, A nöqtəsinin simmetrik nöqtəsini götürəndə bu -5 olacaq. Bu da yenə 3 olacaq. İndi baxın, bunu A nöqtəsi ilə birləşdirin. Artıq bu bir düz xətt üzərində yerləşmiş olacaq simmetrik nöqtəsinin və yadda saxlayaq ki, elə A-dan C-yə qədər olan məsafə A1-dən C-yə qədər olan məsafəyə bərabərdir. Yəni, məsafə eyni qədərdir. Onda bunların üçü bir düz xətt üzərində yerləşirsə, biz bu məsafəni necə hesablayarıq? A1 nöqtəsinin koordinatları artıq olacaq 3 ilə -5. B nöqtəsinin koordinatları isə 11, 10. İki nöqtə arasında məsafədən istifadə etsək, ən qısa məsafə kökün altında 11 çıxılsın 3-ün kvadratı və 10 üstə gəlib 5-in kvadratı. Bu da verəcək 64 plus 225, məsafəmiz 17.